klubu. Akşin Salmanov ağ rəngli geyimdədir. Onun rəqibi Cəfər İsmiyev isə qara rəngli geyimdə ringə çıxıb. Hər iki idmançı hücuma meyil göstərən döyüşçü təsiri bağışlayır. Çox qüvvətli zərbələr endirməyə hazır olduqlarını göstərirlər. Amma hələ ki bu zərbələri biz müşahidə etmirik və qeyd edim ki, Cəfər İsmiyev indi rəqibini bir qayda olaraq geri çəkilməyə məcbur edir. Akşin Salmanov isə addım-addım geri çəkilməklə hər halda rəqibinin hərəkətlərinə də diqqətlə göz qoyur. Əks hücum üçün məqam arayır, amma Cəfər İsmiyev yenidən zərbə endirməklə rəqibini çətin vəziyyətə salmağa cəhd edir və çox maraqlı bir vəziyyət yaranıb. Hər iki idmançı mübarizəni axıra qədər davam etdirmək niyyətindədir və hətta belə bir məqamda ringdən kənara düşərkən də onlar mübarizəni dayandırmırlar. Və indi idmançılar arasında yaranır. From ever at the crossroads and start feeling mixed signals like more